Rusiyada yanacaq çatışmamazlığı fonunda Moskvanın təminatına üstünlük verdiyi iddia olunur. Paytaxtda yanacaq qıtlığının önünü almaq məqsədi ilə benzin ehtiyatları Rusiyanın müxtəlif bölgələrindən Moskvaya göndərilir. Qeyd olunur ki, bu siyasət nəticəsində bir sıra ucqar regionlarda ciddi yanacaq çatışmamazlığı yaranıb. Qeyd olunur ki, bəzi bölgələrdə yanacağın satışı məhdudlaşdırılıb. Yanacaq doldurma məntəqələrində isə QR kod sistemi tətbiq edilir və ya benzin yalnız tək və cüt günlər üzrə satılır. Məlumatda qeyd olunur ki, bölgələrdə tətbiq edilən bu məhdudiyyətlər yanacaq ehtiyatlarının sürətlə tükənməsinin önünü almaq məqsədi daşıyır. Qeyd edək ki, Rusiyanın Novosibirsk vilayətində yüksək hazırlıq rejimi də tətbiq edilib. Regional hakimiyyət orqanlarının yaydığı məlumata görə qəbul edilən qərar çərçivəsində yanacaq doldurma məntəqələrində bir avtomobil üçün yanacaq satışına məhdudiyyət tətbiq olunub. Yeni qaydalara əsasən sürücülər bir dəfəlik maksimum 30 litr benzin və 60 litr dizel yanacağı ala biləcəklər.